Əziz abituriyentlər, bugün kvadratik funksiyaya baxırıq, onun xassələrini öyrənirik. Ümumiyyətlə, şagirdlərin çətinlik çəkdikləri bir mövzudur. Bunun da səbəbi odur ki, onlar qaydaları yaxşı bilmirlər. Əgər nəzəriyyəsi yaxşı olsa, onda mövzunu işləmək daha asan olacaq. Kvadratik funksiya nədir? Y bərabərdir ax kvadrat üstəgələk bx üstəgələk c şəklində olan funksiyadır. Burada a mütləq sıfırdan fərqli olmalıdır. Çünki a sıfır olsa xətti funksiyaya çevrilər. Yəni belə olar. O da xətti funksiyadır. Ona görə a sıfır ola bilməz. Bu formada olacaq. Funksiyanın qrafikinin adı parabola əhrisidir. Parabolanın qolları yuxarıda ola bilər, aşağıda. Bu a-dan asılıdır. Ümumiyyətlə, bu funksiyada hər bir əmsalın öz rolu var. Hər bir əmsal qrafikdə müəyyən nəyisə göstərir. Siz əgər bunları bilsəz, o zaman bu funksiyanın çalışmalarını işləmək daha asan olacaq. Deməli, a-nın rolu nədir? A qolların istiqamətinə təsir eləyir. A müsbətsə qollar yuxarı, mənfidirsə aşağıdır. B qrafikin soldan sağa necə dəyişimini göstərir. Əgər qrafikimiz soldan sağa o y-i kəsəndən sonra qalxırsa, müsbət deməkdir B. Soldan sağa o y-i kəsib aşağı düşürsə mənfidir. B sıfır olanda isə o y oxuna nəzərən simmetrik olur. Yəni düz ortada kəsir. Məsələn, belə bir qrafikə baxsaq, düz ortada kəsib. Deməli, bunun B-si sıfırdır. Buna baxsaq, soldan sağa diqqət edin. Qrafik gəlir, kəsir, amma yuxarı qalxır. Kəsəndən sonra yuxarı yönəlib. Bu B-nin müsbət olması deməkdir. Amma bir də buna baxın. Y oxunu kəsəndən sonra nə edir? Aşağı düşür. Bu o demək ki, B-si mənfidir. Bu belə. Bu B-nin roludur. Sonra C sərbəst həddimizdir. Sərbəst həddimiz funksiyanın ordinat oxu ilə kəsişmə nöqtəsidir. İstənilən funksiyada belədir. C müsbətsə o Y oxunu yuxarıda kəsir. Yəni müsbətdə kəsir. C mənfidirsə aşağıda kəsir. C sıfırdırsa koordinat başlanğıcında kəsir. Bunlar çox vacib məqamlardır. Məsələn, baxın bu qrafikə. Ordinat oxunu sıfırda kəsib. Görürsünüz. Deməli, C sıfırdır. İndi belə bir qrafik çəkirəm. Ordinat oxunu yuxarıda kəsib. Diqqət eləyirsiniz. Müsbətdə kəsib. Bu demək ki, C müsbətdir. Bir də belə ola bilər. Ordinat oxunu aşağıda kəsib. Aşağıda kəsirsə deməli C necədir? Mənfidir. Bu belə getdi. Yəni C ordinatı kəsdiyi nöqtəni göstərir. B isə kəsəndən sonra necə davrandığını, yuxarı qalxır, yoxsa aşağı düşür. Bax bunu. A da qolların istiqamətini. Biz bilirik ki, diskriminant müsbət olanda kvadrat tənliyin iki müxtəlif kökü var. Ona görə diskriminant sıfırdan böyükdürsə, bizim parabolamız o x oxunu iki müxtəlif nöqtədə kəsir. Diskriminant sıfırsa bir nöqtədə toxunur, yəni təpə nöqtəsi o x oxunda olur. Diskriminant mənfidirsə o x-i kəsmir və toxunmur. Yəni diskriminant x oxu ilə kəsişmə nöqtələrini göstərir. C, y ilə kəsişmə nöqtələri, diskriminant C, x ilə. Məsələn, belə bir qrafikə baxaq. Görürsünüz, funksiyamız x oxunu, absis oxunu iki nöqtədə kəsir. Yer gəlmişkən həmin nöqtələr funksiyanın kökləridir. x1 və x2. Deməli, bunun diskriminantı sıfırdan böyükdür. İndi buna baxın. Görürsünüzmü? Parabola x oxuna toxunur. X oxuna toxunursa, bu deməkdir ki, diskriminant sıfırdır. 2 bərabər kökü var. x1, x2 bərabərdir. Diskriminant sıfırdır. Parabola x oxuna toxunmur, kəsmir, dəymir. Bu demək ki, ümumiyyətlə bunun kökü yoxdur. Diskriminant sıfırdan kiçikdir. Yəni, x oxu ilə ortaq nöqtələr parabolanın köklərini göstərir. Y oxu ilə ortaq nöqtə C-ni göstərir.
Qolların istiqaməti A-nı, B-də Y-i kəsəndən sonra qalxıb düşməkdir. Belə. Kvadratik funksiyanın verilmə üsulları. Birinci verilmə üsulu ümumi şəklidir. Ümumi şəkil belədir ki, orada funksiyanın bütün əmsalları görünür. A-da, B-də, C-də. Sən təpə nöqtəsini tapmalısansa, təpə nöqtəsi. Bu belə işarə olunur. Apsisi M, ordinatı N-lə. M-in düsturu mənfi B bölək 2A-dır. N-i tapmaq üçünsə mənfi diskriminant bölək 4A və yaxud 4AC çıx B kvadratı böl 4A düsturundan istifadə edirik. M-lə N-in də öz funksiyaları var. M bizə simmetri oxunu, artma və azalmanı göstərir. N isə qiymətlər çoxluğunu, ən kiçik qiyməti, ən böyük qiymət göstərir. Məsələn, bizim parabolamız belə olsun. Apsisi M-dir, ordinatı N-dir. Deməli, bizim parabolamızın ən kiçik qiyməti var. Niyə? Bunun qolları yuxarı olduğu üçün minimum N səviyyəsində dayanır. Yəni, N-dən aşağı qiymət almır. Ən aşağı qiyməti N-dir. Yəni, bu zaman N nəyimizdir? Bizim ən kiçik qiymətimizdir. Qiymətlər çoxluğu isə N-dən müsbət sonsuzluğadır. M isə artma və azalmağını təyin eləməkdə istifadə edirik. Qrafikimizə baxın, üzü aşağı gedir soldan. M-ə çatana qədər neyinir? Azalır. M-dən sonra artır. Deməli, mən sonsuzluqdan M-ə azalır. M-dən müsbət sonsuzluğa artır. Bunu əzbərləməyinizi istəməzdim, tövsiyə eləməzdim. Siz sadəcə M-i tapın, N-i tapın. Qrafiki gözə yarı qurmaq asaddır da. M-ni müəyyənləşdirdin. Tutaq ki, M-ə 2 tapdın. N-ə də 3 tapdın düsturuna. Gətirdin yerinə yazdın 2, 3. Qolları da yuxarıdır. Qrafikimiz belədir. Yəni, burada çox da sərgiyə ehtiyac yoxdur. Qrafikə baxıram. Soldan sağa baxsız. Soldan əvvəl neyinir? Üzü aşağı gedir, azalır. Hara çatana qədər? 2-yə çatana qədər. 2-dən sonra neyinir bəs? Üzü yuxarı artmağa başlayır. Yəni, azalma aralığı mənfi sonsuzluqdan 2-yə, artma aralığı 2-dən müsbət sonsuzluğa. Azalma artmanı M-yə görə deyirsiniz. Amma N-mız neçədir? 3-dür. Və N-nın 3 olması bizə ən kiçik qiymət göstərir burada. Bu qədər. Və M-nın bir vacib rolu da var. M-in simmetri oxunun tənliyidir. X bərabərdir M. Parabolanın simmetriya oxunun tənliyidir. Bu o qədər vacib məlumatdır. Suallarda da gələ bilir buradan. Deməli, simmetri oxu nədir? X bərabərdir M xəttidir. Necə yəni simmetrik bölərsiniz parabolanı? Buradan bir xətlə, M-dən keçən xətlə onu simmetrik bölərik. Bax, belə. Ona görə simmetri oxunun tənliyi X bərabərdir M-dir. Qolları aşağı da ola bilər parabolamızın. Qolları aşağı olsa, məsələn, belədir qrafikimiz, belə olsun. Təpə nöqtəsinin apsisi M, ordinatı N-dir. N burada artıq nədir? Ən böyük qiymətdir. Çünki maksimum N-ə qədər qalxır. Qrafikimiz baxın, qalxır, N-ə qədər təzədən düşür geri, azalır. Ona görə alacağı ən böyük qiymət N-dir. Qiymətlər çoxluğu da mənfi sonsuzluqdan N-ə qədərdir. Sonra artma azalma aralığına baxaq. Qrafikimiz soldan əvvəlcə neyinir? Üzü yuxarı artır. Sonra neyinir? Üzü aşağı gedir, azalır. Yəni, mənfi sonsuzluqdan M-ə qədər artır. M-dən müsbət sonsuzluğa isə azalır. Qrafiki gözə yarı qurun. Sadəcə quran kimi sən bil ki, simmetri oxunu artma azalma aralığını M-ə görə, ən kiçik qiymət, ən böyük qiymət, qiymətlər çoxluğu isə N-ə görə müəyyənləşir. Sonra, kvadratik funksiyanın ikinci yazılışı təpə nöqtəyə görə yazılışıdır. Y bərabərdir. A vuraq, x çıxım kvadrat üstə gələk N.
Bu yazılışın üstünlüğü oradadır ki siz təpə nöqtəni aydın görürsünüz. Düsturla hesaplamağa gerek yoxdur. Məsələn, y bərabərdir 3 vuraq x çıx 2-nin kvadrat üstə gələk 5. Təpə nöqtəsini tapanda mörtəzənin içini sıfıra bərabər eləyirəm. X eləyir 2. Baxın bu m-dır. Qıraqdakı ədəd də nədir? N-dır. N 5-dir. Yəni təpə nöqtəsi x-i 2, y-i 5 olan nöqtədir. Məsələn, gəlin bu qrafiki quraq. Təpə nöqtəsini birinci yerləşdirin. Apsisi 2, ordinatı 5-dir. Belə bir qrafikdir. Üzü yuxarıdır. Niyə? A-mız 3-dür. A müsbətdir. Ona görə üzü yuxarıdır qrafikimiz. İndi 5 bunun ən kiçik qiymətidir. 5-dir. Ən kiçik qiyməti. Qiymətlər çoxlu 5-dən yuxarıya doğru yönəlir. Görürsünüz, 5-dən qalxır. Baxın, belə deyək. Düşür, soldan 5'ə, minimum 5'də dayanır, təzədən geri qayıdır, artır. Yəni, 5-dən qiymətlər çoxlu müsbət sonsuzluğadır. Simmetriya oxunun tənliyi. Biz bunu necə simmetrik bölərik? 2-dən keçən y-ə paralel xətt vasitəsilə. X bərabərdir 2, simmetriya oxunun tənliyidir. Artma, azalma aralığı. Qrafikimizə baxın, əvvəlcə azalır. 2-yə çatana qədər mən sonsuzluqdan 2. Burada azalır. 2-dən sonra nə edir? Qayıdır, artır. Baxın, 2-yə çatana qədər mən azaldı. 2-dən sonra nə edir? Artdı. Və kvadratik funksiyanın 3-cü yazılış şəkli köklərinə görədir. Yəni x1 və x2-yə görə. Bu yazılışın da üstünlüyü oradadır ki, kökləri birbaşa görürük. Məsələn, y bərabərdir mənfi 2 vuraq, x üstə gələk 1 vuraq, x çıx 4. Bu funksiyaya baxın. 0-a bərabər eləsəm, x plus 1-i 0 eləsəm, x eləyir mənfi 1. Bu birinci kökdür. X çıx 4-ü 0-a bərabər eləsəm, x eləyir müsbət 4. Bu da ikinci kökdür. Yəni kökləri müəyyənləşdirdik. İndi qrafiki necə qurursunuz? Köklər x-i kəsdiyi nöqtələrdir. Baxın, bu çox vacibdir. Köklər o x-i kəsdiyi nöqtələrdir. X-i deməli kəsir mənfi 1-də və müsbət 4-də. Qolları aşağıdır çünki A mənfidir əmsalımız. Qolları aşağıdır. Qrafikimiz bu formada bir qrafikdir. İndi təsəvvür eləyin ki, bu çox səliqəli çəkilmiş bir qrafikdir. Bir dəqiqə. Bizim qrafikimiz bu şəkildədir. Köklərinin biri 4-dür, digəri mənfi 1-dir. Sizə burada praktik bir qayda deyəcəm. Bu təpə nöqtəsi var, M. Apsisi M, ordinatı N. Bunu tapmağın sizə çox bu formada, bu yazılışda əlverişli bir yolunu deyəcəm. M-i tapmaq üçün siz nə edin? Kökləri toplayıb yarıya bölün. Çünki M simmetri ox olduğu üçün köklər M-ə nəzərən simmetrikdir. Ona görə orta nöqtəsidir. Orta nöqtəni tapanda da ucları toplayıb yarıya bölüyək. Mənfi 1 ilə 4-ü toplayırıq 3, yarıya bölük 1,5. Təpə nöqtəmizin apsisi 1,5-dir. Ordinatı tapmaq üçün də nə edirəm? Düsturda n-i tapmaq üçün x-dan yerinə 1,5 yazıram. Mənfi 2 vuraq. 1,5 plus 1, 1,5 minus 4. Sadələşdirirəm. Mənfi 2 vuraq. 1,5-in üstünə 1 gələndə 2,5. 1,5-dən 4 çıxanda mənfi 2,5. Bu da eləyəcək müsbət 12 tam %25. Yox, 12 tam onda 5. 12 onda 5. Müsbət 12 onda 5. Bu da y-imizdir. 12 tam %15. N burada ən böyük qiymətdir. Yəni ən böyük qiymətimiz neçədir? 12 onda 5 ən böyük qiymət. Qiymətlər çoxluğu, baxın uşaqlar, aşağıdan gəlir, maksimum n-da dayanır. Yəni qiymətlər çoxluğu mənfi sonsuzluqdan 12 onda 5'ə qədərdir. Simmetriya oxunun tənliyi x bərabərdir m-dir. Yəni nə? X bərabər 1,5. Artma, azalma aralığı. Qrafikimiz əvvəlcə yuxarı qalxır. 1,5'ə çatınca mən sonsuzluqdan 1,5'ə artır. 1,5'dən sonra nə edir? Üzü aşağı düşür, azalır. 1,5'dən müsbət sonsuzluğa azalır. Bu qədər.
İndi istəyirəm bu kvadratik funksiyanın xassələrinin tətbiqinə aid çalışmalara baxaq. Aha, belə bir sual var. Deməli A M-in nöqtəsi, yəni apsisi M, ordinatı N nöqtəsi y bərabərdir x kvadratı çıx 8x üstəgəl 18 funksiyasına uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikinin apsis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələrindən alınan parabolaların təpə nöqtələrinə uyğun olaraq BCD nöqtələridir. Məndən istəyir ABCD dördbucaqlısının perimetrini. Əvvəlcə A nöqtəsini tapaq, yəni M-ni. Düsturumuz var. M-in düsturu nədir? M-in düsturu mənfi B/2A'dır. B'miz bizim nədir? A birinci əmsalımızdır. Bir dəqiqə. A x kvadratın əmsalıdır. B x'in C'də 18'dir. Yəni A 1'dir. X kvadratın əmsalı. B -8'dir. C 18'dir. İndi yazıram yerinə. Mənfi B, yəni -8 böl 2 vur 1. O da eləyir 4. M'i tapdım. İndi N'i tapıram. N'i tapmağın ən əlverişli yolu M-ya tapdığın qiyməti düsturda x-ların yerinə yazmaqdır. Ya da düsturla gedirsən 4AC çıx B kvadrat bölək 4A. İndi A'mız neçədir? 1. C'miz 18. 4 vur 1 vur 18. Çıx B kvadrat. B -8'dir. Kvadratı 64. Bölək 4 vur 1. O da eləyəcək 72 çıx 64 böl 4. 8. 8'i də 4'ə böləndə eləyir 2. Yəni N'ımız neçədir uşaqlar? 2. Adicə gətirin yerinə yazaq. Yoxlayaq. Dedik ki M 4 bölü. M'in yerinə 4 yazsam 4'ün kvadratı 16. 8 dəfə 4 çıx 32. Üstünə də gəl 18. 16'dan 32 çıxdıq mənfi 16. Üstünə də 18 gələndə eləyir 2. Görsünüz N'imizi 2 tapmışdıq. Nəysə, hansı yolla olsun, əsas o da N'i tapdıq. Deməli A nöqtəsinin koordinatları nəymiş? M'i 4, N'i 2. Yəni 4 buradır. 2 də buradır. Yəni A nöqtəsi 4, 2'dir. İndi bunu, bu parabolanı apsisə, koordinat başlanğıcına və ordinata nəzərən simmetrik çevirmədən alınan parabolaların təpə nöqtələri uyğun olaraq deyir. Uyğun olaraq o deməkdir ki, yəni ardıcıl olaraq. Baxın, birinci nə deyir apsis oxuna? Apsisə simmetrik nöqtə hansıdır? B. Yəni A4, 2'ni apsis oxuna nəzərən simmetrik çevirəcəm. Apsis oxuna nəzərən simmetrik çevriləndə x olduğu kimi qalır, y əksinə dəyişir. -2'yə gəlir y. Bu B nöqtəsidir. 4, -2. Sonra koordinat başlanğıcına deyir. Koordinat başlanğıcı nədir? C. A-nı C-yə başlanğıca nəzərən çevirəndə özü qədər də bu tərəfə gəlir. Yəni hər iki koordinatı əksinə dəyişir. -4, -2'yə gəlir. Bu C nöqtəsidir. -4, -2. Və ordinat oxuna nəzərən D'dir. Ordinat oxuna nəzərən olan da budur. Deməli, ordinatda necə dəyişir? Y qalır, x əksinə dəyişir. Bu da D nöqtəsidir. -4, 2. Mənə də deyir ki, ABCD dördbucaqlısının perimetrini hesabla. Gəlin birləşdirək bu dördbucaqlını, tərəflərini tapaq. Burada düzbucaqlı yaranır da. İndi gəlin baxaq. A ilə B arasındakı məsafəni müəyyənləşdirək. A ilə B arasındakı məsafə, iki nöqtə arasındakı məsafə düsturundan da tapıla bilər. Bir də belə tapa bilərsiniz. Baxın, bu məsafə 2 vahiddirmi? 2 də bura. İndi mən tam simmetrik çəkməmişəm. Əslində bunları eyni ölçüdə götürməli idim də. Belə. 2 vahid yuxarıda var, 2 vahid də aşağıda. 2, 2, 4 vahid eləyir də. Çünki bura -2'dir, orada müsbət 2'dir. 4 vahiddir. İndi A ilə D arasını tapaq, bu aradakını.
Bura qədər 4 vahid, 4 də buradan 8 vahid. Deməli, düzbucaqlının eni 4, uzunluğu 8. 2 vuraq 4 plus 8, 12. 2'ye də vurduq 24. İkinci sual. İkinci sual. Y bərabərdir. X kvadratı çıx 6x plus b parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3/5 olarsa, b parametrindən kiçik qiymətini tap. Əvvəlcə bunun təpə nöqtəsini tapaq. Eni tapa bilmirəm, çünki b-ni bilmirəm. Amma m-in düsturunda bizə lazım deyil də sərbəst. Mənfi b bölü 2a deyil. A-mız x kvadratın əmsaldır 1. B-miz mənfi 6. C-miz isə sərbəst əddir, bizdə b ilə verib. İndi m-i tapsam, mənfi 6 böl 2 vur 1. O eləyir 3. N nədir bilmirəm hələlik. Yəni təpə nöqtəsi 3 n nöqtəsidir. Koordinat başlanğıcı nədir bəs? Koordinat başlanğıcı 0, 0. Bunlar arasındakı məsafə 3/5'dir. Xatırlayaq, iki nöqtə arasındakı məsafə düsturu kök altında x2 çıx x1'in kvadratı üstə gələk y2 çıx y1'in kvadratıdır. Bura tətbiq eləsəm, kök altında 3 çıx 0'in kvadratı n çıx 0'in kvadratı bərabərdir 3 kök altında 5'e. Hər tərəfdə kvadrata qaldırsam, kvadrat kökü aparsa, 3'dən 0 çıxırıq 3, kvadratı 9. Burada n kvadratı. 3/5 də kvadrata qaldırsam 45. N kvadratı eləyir 36. N eləyir müsbət mənfi 6. Məndən də b-nin kiçik qiymətini istəyir. İndi gəlin görək b-ni necə tapacağım. B bizim sərbəst həddimizdir. N-i tapdım axı. N-in düsturu nə idi? 4ac çıx b kvadrat böl 4a. İndi bizdə a neçədir? 1. C nədir? B. O da olacaq 4b çıx b kvadratı, yəni mənfi 6'ın kvadratı 36 böl 4a 4. Bu ifadəni bir dəfə bərabər eləyəcəm müsbət 6'ya, bir dəfə mənfi 6'ya. İndi buradan yazıram. 4b çıx 36 böl 4'ü müsbət 6'ya bərabər eləsəm. Çarpaz vursam 4b çıx 36 eləyir 24. 4b eləyir 60, b eləyir 15. Bir dəfə də 4b çıx 36 böl 4'ü bərabər elə mənfi 6'ya. 4b çıx 36 eləyir mənfi 24. 4b eləyir 12, b eləyir 3. Məndən də b-nin kiçik qiymətini istəyir. Yəni doğru cavab 3'dür. Üçüncü sualla davam edirəm. Fx bərabərdir 4'də 1, x plus 4'ün kvadratı üstə gəl 3 və rx funksiyalarının qrafikləri verilib bizə. Və biz bu qrafiklər koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetriyada təpə nöqtələri simmetrik dəyişir. Baxın, birincinin təpə nöqtəsi absisi mənfi 4, ordinatı 3'dür. B nöqtəsi bunun simmetrikidir. Başlanğıca nəzərən əksinə dəyişir 4, mənfi 3. Koordinat başlanğıcına nəzərən simmetriyada hər iki koordinat əksinə dəyişir. Və mənə deyir ki, AB üstə gələk CD məsafəsini tap. C-yə baxıram. C verilmiş f funksiyasının ordinat oxu ilə kəsişmə nöqtəsidir. Ordinat oxu ilə kəsişmə nöqtəsi sərbəst həddir. Burada düşünməyin ki, sərbəst hədd 3'dür, çünki mötərizənin içində də var. Yəni, onda belə tapaq da, ordinat oxundan kəsişirsə, əgər C nöqtəsində, x 0'dır da həmin nöqtədə. X-a 0 versəm, onsuz sərbəst hədd alınar. Bura 0 versəm, qalır 4, kvadratı 16, 4'də 1 16'ya vuruq 4, 3'də gəlir 7. Deməli, bu nöqtə 7'dir. Və D nöqtəsi koordinat başlanğıcına nəzərən C-yə simmetrikdir. Yəni C müsbət 7'dirsə, D mənfi 7'dir. İndi AB üstə gələk CD məsafəsini istəyir. AB-ni tapsam, iki nöqtə arasındakı məsafə düsturundan tapa bilərəm.
kök altında x2 çıx x1'in kvadratı, yəni 4 çıx -4'ün kvadrat üstə gəl. Y2 çıx y1'in kvadratı. Dəqiqə mən bunu aşağıdan yazım. 3 çıx -3'ün kvadratı. Hesaplasam bu eləyəcək. Toplanır 8, kvadrat 64. Burada 6 kvadrat 36, o da eləyir 10. AB məsafəsi 10'dur. İndi CD'ni tapaq. CD'ni tapanda da -7 ilə -7'nin arasındakı məsafədir. O da 7'dən çıxanda -7'ni toplam eləyir 14. 10 üstə gələk 14, yəni 24. Dördüncü sual. Parabola hansı funksiyanın qrafikidir? Siz grafikə diqqətlə baxın. Grafikdə bizə məlumatlar verir. Birincisi x oxu ilə kəsişmə nöqtələri var. Biz nə dedik? X oxu ilə kəsişmə nöqtələri kökləridir. x1'i 2, x2'si, x1'i -1, x2'si 2'dir. Deməli, bizə hansı şəkli kömək eləyəcək? Kvadratik funksiyanın köklərinə görə a vuraq, x çıx x1, x çıx x2 şəkli. İndi x1'in yerinə -1, x2'in yerinə 2 yazsam, a vuraq, x-dan çıxanda -1'i toplam olur, x çıx 2. Y bərabərdir, a vuraq x plus 1, x minus 2'dir. A-nı tapmaq üçün nədən istifadə edəcəm? Grafikə diqqətlə baxın. -1 ilə 2'dən istifadə elədim. Amma istifadə eləmədiyim bir dənə nöqtə var. O hansıdır? 3 nöqtəsidir. Görürsünüz. 3 nöqtəsində funksiya y oxu ilə kəsişib. Y oxu ilə kəsişəndə x nə olur? 0. Y isə 3. Yəni x-lara 0 yazanda y-ə 3 yazacağım. Onda yazıram. 3 bərabərdir. A vuraq. 0'ın üstünə 1 gələndə 1. 0'dan 2 çıxanda -2. Yəni -2a 3'dürsə, a da eləyəcək -3 bölək 2. O da a'nın yerinə -3 bölək 2'ni yazsam, y bərabərdir. -2'də 3 vuraq x plus 1, x minus 2. Beşinci sual. Əmsalları tam ədədlər olan fx bərabərdir ax kvadrat plus bx plus c və jx bərabərdir dx kvadrat plus yx plus c funksiyaları üçün c-nin ala biləcəyin kiçik qiyməti tapmamızı istəyir. Diqqət eləyin, hər ikisində sərbəst hədd c-dir. Sərbəst hədd y ilə kəsişmə nöqtəsidir. Yəni y-i kəsdiyi nöqtəni tapacağım. Nəyə diqqət eləyirəm? Fx funksiyasında köklərimiz nədir? -5 və -1'dir. x1'imiz -5'dir. x2'miz isə -1'dir. Jx funksiyasında isə toxunur. Yəni x1 ilə x2 bir-birinə bərabərdir. Hər ikisi də neçədir? 3'dür. Onda fx'i yazsam, a vuraq, x çıx x1. x1 -5'dir, toplam olur 5. X çıx x2. x2 -1'dir, toplam olur müsbət 1. Jx funksiyasında isə a'mız burada d'dir artıq. D vuraq. X çıx x1 yəni 3. X çıx x2 yenə 3. O da Jx funksiyası nəyə bərabər olur? D vuraq. X çıxaq 3'ün kvadratına. İndi c'nin ala biləcəyi ən kiçik qiyməti tapacağım. Əmsallarımız isə tam ədədlərdir. Hər iki funksiyada qollar yuxarıdır. Yəni a'sı necədir? Müsbətdir. Və hər ikisinin sərbəst həddi bir-birinə bərabərdir. Sərbəst həddi tapmaq üçün x-ların yerinə nə yazırdım? 0. 0 yazsam, o zaman birincidə nə olur? Fx bərabər olur. 0 yazanda a vur 5 vur 1, yəni 5a. Digərində isə Jx bərabərdir.
D vuraq. 0-dan 3 çıxırıq, mənfi 3 kvadratı 9. Yəni 9D. Və bunlar bir-birinə bərabərdir axı. 5A-nı 9D-yə bərabər eləsəm, A 9K, D 5K olar. Və C-nin ən kiçik qiymətini istəyir. C də bunların hər ikisinə bərabərdir. Bunlar sərbəst hədlərimiz C idi. Deməli, K-ya onda ən kiçik neçə verməliyəm? 1 verməliyəm. K-ya 1 versəm, 9 dəfə 1 9, 5 dəfə 1 5 olur. Və C bərabərdir 5A və ya 9D-yə. A-nın yerinə yazıram 9, 5 dəfə 9 45, burada da 5 yazıram, yenə 45. C ən az 45 olacaq. Y bərabərdir x kvadrat üstəgələ x üstəgələ s funksiyasının qrafiki 3 15 nöqtəsindən keçirsə, onun təpə nöqtəsinin koordinatlar cəmini istəyir. O zaman əgər buradan keçirsə x-a 3, y 15 yazıram. 15 bərabərdir 3-ün kvadrat 9, üstəgələ 3 üstəgəl s. S eləyir 3. Y bərabər olur x kvadratı plus x plus 3. Təpə nöqtəsinin koordinatlar cəmini istəyir. Yəni m-lə n-in cəmini. M-in düsturu mənfi b böl 2a-dır. Baxaq, a x kvadratının əmsalı 1-dir. B x-in əmsalı 1-dir. S sərbəst həddi 3-dür. Mənfi b, yəni 1 böl 2 vur 1. O da eləyir mənfi 2-də 1. Bu m-dir. N-in düsturu 4ac çıx b kvadratı bölək 4a-dır. A1, S3, 4 vur 1 vur 3, çıx b kvadrat 1 böl 4 vur 1. 12-dən 1 çıxırıq, 11 bölək 4. Və bunların cəmini istəyir. Mənfi 2-də 1-in üstünə 4-də 11 gələndə ortaq məxrəc 4, 2-yə böldü 2, mənfi 2-in üstünə 11 gələndə 9. O da eləyəcək ki, tam %25. 7. Bu funksiyanın ən böyük qiymətini istəyir. Ən böyük qiymət və ən kiçik qiymət nə idi? N idi. N-in düsturu da 4ac çıx b kvadratı bölək 4a-dır. A mənfi 1-dir. S 12-dir. Çıxdıq b kvadratını 4-ü. Böldük 4 vur mənfi 1-ə. O da mənfi 48 çıx 4 böl mənfi 4. Mənfi 52. Mənfi 4-ə də böləndə eləyir müsbət 13. Ən böyük qiymət, ən kiçik qiymət n idi. Sonra 8-ci sual. P-nin hansı ən kiçik tam qiymətində parabolanın təpə nöqtəsi 3-cü rübdə yerləşər? 3-cü rübdə yerləşən bir nöqtənin həm apsisi, həm də ordinatı mənfidir. Yəni m-də, n də 0-dan kiçik olmalıdır. M-in düsturu mənfi b. B nədir bizdə? P çıx 6. P çıx 6 böl 2a. A da 1'dir də x kvadratının əmsalı 2 vur 1. Kiçikdir 0-dan. Hər tərəfi mənfiyə vuraq, bu mənfidən qutaraq. P çıx 6 böl 2 böyük 0 olur. Çarpaz vuranda P çıx 6 böyük 0-dan, P də böyükdür 6-dan. İndi n-ə tapaq. N-in düsturu 4ac, yəni 4 vur, a 1-dir, s 16-dır. Çıx b kvadrat, yəni p çıx 6-nın kvadratı böl 4 vur 1. Bu 0-dan kiçikdir. İndi sadələşdirək. Hər tərəfi 4-ə vurub kəsirdən azad eləsəm, 4 dəfə 16, 64 çıx. P minus 6-nın kvadratı kiçik 0. Bu da müxtəsər umma düsturudur. 8-in kvadratı, P çıx 6-nın kvadratı. Bir dəfə toplayırıq, bir dəfə çıxırıq. 8-dən çıxıram, bu P çıx 6-nı o toplamı olur. 8-in üstünə gəlirəm P çıx 6-nı. Sadələşdirirəm. 14 çıx P. 2 üstə gəl P. Ayrı-ayrı 0 eləsəm P 14'dür. Burada mənfi 2'dir. Ədəd oxunda qeyd eləsəm, bərabər yoxdur, heç birini almır. Mənfi 2 ilə 14. Aralığa bölsəm, işarə müəyyənləşdirsəm, P-nin qarşısı burada mənfidir, burada müsbət. Buranda eləyir mənfi, müsbət, mənfi. Kiçikdir 0 istəyir, mənfiləri yəni. Mən sonsuzluqdan mənfi 2 birləşir. 14'dən müsbət sonsuzluğa. Bir dəqiqə burası sıxışdırmayacağım. Buraya yazaq. Mən sonsuzluqdan mənfi 2
birləşir 14-dən müsbət sonsuzluğa. Digər tərəfdən P 6-dan böyükdür. Onda bunların ikisinin də kəsişməsi nə olacaq? 14-dən müsbət sonsuzluğa. Çünki 14-dən böyük olan ədədlər 6-dan onsuz da böyükdür. P-nin də ən kiçik qiymətini istəyir. 14-dən böyük ilk ədəd 15 olacaq. Gəldik 9-cu suala. Fx bərabərdir ax kvadrat plus bx plus c. Funksiyasının qrafiki verilib. AB məsafəsi 3-dür. Birincisi, siz baxanda diqqət eləyirsiniz ki, A və B x oxu ilə ortaq nöqtələrdir. X oxu ilə ortaq nöqtələr x1 və x2 deməkdir. Yəni x1 B-dir, x2 A-dır. Yəni köklərinin fərqidir da 3. Çünki AB məsafəsini tapanda A-nın koordinatından B-ni çıxırıq axı. Yəni x2-dən x1-i çıxanda 3 alınır. Yəni köklərdən biri digərindən 3 vaid böyükdür. Və B-nin koordinatını -0 verib. x1-in -2-dir. Gətirib yerinə yazsam, x2-dən çıxıram -2-ni. O da toplamı olur. x2 üstə gələ 2, 3-dür. x2-yə qalır 1. Aha. İndi məndən istəyir A üstə gəl B çıx C-ni tapmamı. İndi nə edirəm? Köklərim var. Biri 1-dir, biri -2-dir. Diqqət eləyin, y-i kəsdiyi nöqtə var. 2. C-miz 2-dir. Və mən əmsalları necə müəyyənləşdirirəm? Sualı 2 cür işləyə bilərsiniz. Birincisi, B və A nöqtələri apsis oxu üstündədir. Deməli, həmin nöqtələrin y-i 0-dır. -2, 0, 1, 0. Funksiyada yerinə yazıram. X-lara -2 yazanda y-ə 0 yazıram. Baxın burada. A vuraq -2-nin kvadratı. Üstə gələk B vuraq -2. Üstə gələk C, yəni 2. Bu bərabər 0-a. Bir dəfə də x-lara 1 yazanda y-ə 0 yazıram. A vuraq 1-in kvadratı. Üstə gəl B vuraq 1. Üstə gələk 2. Bərabər yenə 0-a. Və sistemə salıb hesablayıram. -2-in kvadratı 4A. Çıx 2B. 2-ni də sağa atsam -2. Burada da A üstə gələk B bərabərdir yenə nəyə? -2-yə. Buradan birinci ifadənin hər tərəfini 2-yə bölsəm 2A çıx B -1-dir. A plus B -2-dir. Bunlar toplayanda B'lər getsə 3A -3-dürsə A da -1-dir. B-ni tapmaq üçün də gətirib burada yerinə yazsam -1 plus B -2-dirsə B -1-dir. Yəni A -1 və B -1-dir. C-ni də onsuz da 2 demişdik. Belə. Ya da belə də tapa bilərdiniz. X oxunun kəsdiyi nöqtələr var axı -2 ilə 1. Onda köklərinə görə yazılışından istifadə edərəm. Y bərabərdir. A vuraq x çıx x1, x çıx x2-dən. Gəlin tədbiqdə görək. Y bərabərdir. A vuraq x çıx x1, x çıx x2. Bizim köklərimiz nədir? Biri -2-dir, biri də 1-dir. Yerinə yazsam, y bərabərdir A vuraq. X-dan çıxanda -2-ni toplanır 2, bir də x çıx 1-dir. Və C-miz neçədir uşaqlar? C-miz 2-dir. C, y-i kəsdiyi nöqtə daxı. Həmin nöqtədə x 0-dır. Yəni x-lara 0 yazanda C-yə 2 yaza bilərəm. 2 bərabərdir. A vuraq 0 plus 2, 0 minus 1. O da 2 bərabərdir. 2, burada da -1, -2A. A eləyir -1. Gətirirəm burada A-nın yerinə yazıram -1. Olur y bərabərdir. -x üstə gəl 2, x çıx 1. Və əmsalları görmək üçün də vurub açıram. X-i x-a vurdum x kvadrat. Qabağında mənfi var, -x kvadrat. X-i -1-ə vurdum, -1x. Bir mənfi də qabağında var, müsbət 1x. 2-ni x-a vurduq, 2x. Qabaqda mənfi var, -2x. 2-ni -1-ə vurdum, -2. Bir mənfi də qabaqda müsbət 2. Olur -x kvadrat çıx x üstə gələk 2 şəklində. Bu 9-cu sualdır.
10-cu sual. K parametrinin hansı qiymətində qrafiki verilmiş funksiya üçün 5 vuraq o AO 3AB-yə bərabər olar. Yenə deyirəm, x1 ilə x2 bizim köklərimizdir. Yəni A ilə B-də köklər dayanır. AO məsafəsi elə x1 qədərdir uşaqlar. Buraya yazıram x1. AB-ni tapanda da böyükdən kiçiyi çıxırıq da x2-dən x1-i çıxırıq. Yazıram 5 vuraq x1 bərabərdir. 3 vuraq x2 çıx x1. Və vurub atsam 5x1 bərabərdir. 3x2 çıx 3x1. Sol tərəf atsam 8x1 eləyir 3x2. Aha, bu belə qalsın. Digər tərəfdən Viet teoreminə görə köklərin cəmini tapa bilərəm. Əvvəlcə bunu Viet teoremi tətbiq edirəm. Baxıram, mənfi x kvadrat plus 11x üstə gələk 2k çıx 6 bərabər 0. Hər tərəf mənfi 1-ə bölürəm. X kvadrat çıx 11x mənfi 1-ə böləndə çıx 2k plus 6. x1 üstə gələk x2 ikinci əmsalın əksidir, yəni müsbət 11-dir. Burada da 8x1 3x2 deyilmi? Birini digərinlə əvəzləsəm x1 bərabər olur 3x2 böl 8. Gətirib yerinə yazsam 3x2 böl 8 üstə gələk x2 11-dir. Bunun əmsalı 1-dir x2-nin. Bu 8-də 8 deməkdir də. O da 8'de 3 gələndə eləyir 8'de 11 x2 11'dir. x2'ni tapanda da 11'i bölürəm 8'de 11'ə. Onu da tərs vururam eləyir 8. Yəni x2'miz neçədir? 8. x1'imiz də 8'de 3 vuraq x2'dir. O da eləyir 3. Bunu da tapdım. Məndən də k-nı istəyir. K da x1 vur x2'yə görə taparam da. x1 vur x2 sərbəst deyilmi buradan? Bu da nədir? Mənfi 2k üstə gələk 6. x1'im 3, x2'im 8. 3 vur 8 mənfi 2k üstə gəl 6'dır. 2k eləyəcək. Mənfi 2k eləyəcək. 24'dən 6 çıxırıq. 18. K da eləyəcək mənfi 9.